Ölkəmizdə hamının imkanı əladır. Bir sual verim. Instagrama baxanda elə bil Azərbaycanda hamı milyonçudur. Bahalı maşın, restoran, səyahət. Amma real həyatda kreditdən baş qaldıran yoxdur. Bu necə olur? Çünki insanların çoxu həyatını yox, imicini yaşayır. Şəkildə Maybach, amma kartda isə minus. Yəni demək istəyirsən ki, sosial şəbəkədə gördüyümüz varlı həyatın çoxu sadəcə dekorasiyadır. Əlbəttə ki, bir kofeyə 20 şəkil çəkdirirlər ki, güya hər gün kofşopda yaşayırlar. Amma maraqlıdır, niyə insanlar öz real həyatını göstərməkdən utanır? Çünki bizdə kompleks var. Kasıb görünmək ayıb sayılır. Bəlkə də problem elə buradadır. Azərbaycanda insanlar varlı olmaq istəmir, varlı görünmək istəyir. Belədir. Ona görə də Instagramda hamı kraldır, amma real həyatda hamı kredit ödəyir. Siz necə düşünürsünüz? Sosial şəbəkədə gördüyünüz həyat real həyatdır, yoxsa gözə külü fırmək? Kommentdə yazın.